Bugün oğlum Əbdül ilə evdə türk çörəyindən tost edirik. Pendirimizi dilimləyirik burada yaxşı-yaxşı. Kalbasanı paketindən çıxarırıq. Burada dilimləyirik. Əbdül dadına baxmasa olmaz təbii ki. Türk çörəyini kəsib içini çıxardırıq burada. Kənddən gələn yumurtamızı qırıb qəşəngcə çörəyə əlavə edirik. Əbdüllə kalbasaları burada düzürük. Üstüne sonradan pendiri rendeledik. Mozzarella pendiri. Üzerine pomidor əlavə edib sobaya daxil edirik. Danuş da burada tostun dadına baxmaq istədi. Təbii ki verdim, amma isti idi. Əsas odur, çox bəyəndi. Çiçbəşi. İzlediğiniz için çok sağ olun. Herkese nuş olsun.